Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Ötən dəfə olduğu kimi yazılardan bu qənaətə gəlmişəm. Ötən dəfə olduğu kimi bu dəfə də çox maraqlı söhbətimiz olacaq. Xüsusən də sizin suallar əsasında bilmədiyiniz məsələləri biləcəksiniz. Bəzən deyirlər, həyat dərk edilməzdir, amma dərk olunmazın dərki deyilən bir sistem də var. Onu insan öyrəndikcə, bildikcə elə o dərk olunmaz kimi görünən çox şeyləri dərk eləyə bilərik. Dərk eləmə nədir? Allaha daha yaxın olmaq, daha asan, daha səmərəli, daha rahat yaşamaq. Bax, biz də bu veriliş vasitəsilə numeroloq Kəmal Əmirsəlovanın sayəsində, onun bilgiləri sayəsində bu xəttə, bu yola çıxmağa çalışırıq. Bugün də o silsilədən önəmli bir yarpağı görəcəksiniz. Xoş gördük Kəmal Xoş gördük Səbuhi müəllim. Sizi görmək həmişə xoşdur. Sağ olun. Və siz təşəkkür edirəm o sözlərə ki, məni hər dəfə siz öz yəni söhbətlərinizdə göylərə qaldırırsınız. Yəni göylərdəsiz. Göylərdəsiz. Estağfurullah. Bəzi insanlar özlərini böyük göstərir, amma mən deyirəm onu. Mən də izləyicilərimizin mütləq əksəriyyəti bilir ki, saxta demirəm, kiməsə yarınmaq üçün demirəm. Bəli. İradım olanda da kimliyindən asılı olmayaraq, Düz. razılaşmayanda da deyirəm, elə bizim verilişdə də olub ki, məsələn, hansısa fikrinə razılaşmayıb bir də sual vermişəm, siz izah vermişsiniz. Yəni ona görə dediklərim həqiqətli izləyicilərimiz bilir. Ötən dəfə istəyirəm o qaldığımız anons vermişdim, ilahi sistem. Biz o vaxt 2002-ci il idi qəzetimizdə belə bir, amma tərcümə idi. Tayna Evlas jurnalı var idi, oradan tərcümə eləmişdik. Baxdım, gördüm, doğrudan da insan onu bilsə, ilahi sistem, yəni mən belə başa düşürəm. İndi siz öz rakursunuzla izah eləyəsiniz. Əslində, hər şey gözümüzün qabağındadır. Baxmaqla görmək olmur. Gərək onu dəqiq görəsən və nəyin harada olduğunu, nədən, nə zaman istifadə eləməyimizi bildiksə sistemin içindəyik. Siz necə yanaşırsınız? Yəni, bu insanlara bu ilahi sistemi bilməklə nə tövbə verə bilərsiniz? Onu idarə eləmək olarmı, yoxsa o bizi idarə eləyir? İstəyərdim ki, bu barədə danışasınız. Çox gözəl suallardır. Hamısı bir-birinə də bağlıdır. Sistem, bəli, belə bir şeydir. Öncələr, neçə illər bundan öncə biz sistem haqqında danışmaq ümumiyyətlə, yəni o dərəcədə biri bilirdisə, yəni yüzü bilmirdi. Yəni, o sistemin quruluşunu, belə deyək də, daha çox dində olan insanlar o sistemin quruluşunu hardasa azmaz, o da, yəni belə necə deyək, mükəmməl bilmirdilər, axıra qədər bilmirdilər. Yəni, bəli, biz həmişə demişik ki, təslim olmaq, yəni onun dini cəhətdən təslim olmaq, amma çox adam başa düşməyib. Nəyə təslim olmaq, necə təslim olmaq, təslimiyyətdə qalmaq, təvəkkül etmək, bu sistemin bir hissəsidir də. İndi bizə bunu dinlə əgər belə bir başa salırlarsa, burada yəni dini cəhətdən deyəndə və yaxud dinin içərisində olanda, ən çox da insanlar cavan olanda daha asi olur, deyir, nəyə təslim olum, nədən təslim olum? İslamiyyət təslimiyyətdir də elə. Deyir ki, yox, məsəl üçün, deyirsən ki, İslam təslimiyyətdir və yaxud da ki, özü oxuyur ki, təslim olmaq. Deyirsən ki, nəyə təslim olum? Onu anlamaq lazımdır ki, sən nəyə təslim olmalısan? Yəni, illər öncə, yəni deyirəm ki, bunu bizə din yönəldirdi ki, təslim ol, təvəkküldə qal, qəbul et. Bizə o dərəcədə gəlib beynimizin içində oturmurdu ki, burada nəyi təslim olum, nəyi qəbul edim, nəyə. Amma bugünkü gündə çox şükür, artıq neçə illərdir ki, yəni təslimiyyətin çox gözəl şəkildə sistemin vasitəsilə biz başa salırıq. İnsanların bir yandan da vaxtın qısalması, vaxtın daha tez keçməsi insanları məcbur edir ki, maraqlansınlar, baxsınlar, görsünlər. Əslində sistem bizim içərimizdədir. Necə Allahı biz deyirik, Allah deyirlər, Tanrı deyirlər, o makro sistemdirsə, biz mikro sistemik. Yəni, o belə cümlələrə çox tez-tez rast gəlirik. Göydə nə varsa, yerdə də o var və yaxud yerdə nə varsa, göydə də o var. Yəni, makro sistem oradadır və mikronun həmişə makro ilə əlaqəsi olmalıdır. Sistemdən danışdıqda Allahdan, Allahın o ilahi sistemindən və insanın Allahla təmasından danışmamaq mümkün deyil. Yəni, burada hər kəs başa düşməlidir ki, sən hansı işi görürsən gör, hansı problemin olursa olsun və yaxud nə cürə kiçikdir yaşın, böyükdür yaşın. Yəni, sən burada bir belə deyək də, bu sistemdə yaşamaq üçün, bu dünyada yaşamaq üçün, sən burada bir işlər görmək üçün hansısa bir, belə deyək də, providerə qoşulmalısan, yəni hansısa bir yerə qoşulmalısan. O yer sənin
biz təpə çakrası, yəni numerologiyanı da burada mən təkamül şeyindən deyəcəm. Yəni tam təpəmizin ortasında o təpə çakrası yerləşir, o da Allahla təmasdır. Və bizim Allahla əlaqəmiz olmazsa, biz elə bilin ki, heç bir tərəfə qoşulmadan bir kör təbii surətdə Qidalanmadan da demək olar, hə? ortalıqda, bəli, qidalanmadan, o enerjini götürmədən sən nə qədər enerji sərf edə bilərsən? Başa Çox ayağa az, heç, hə. heç bir şey. Yəni demək olar ki, artıq zaman da sürətləndiyinə görə demək olar ki, yəni belə deyək də, əvvəllər bir ilə sən enerjini itirərdinsə, bir yığdığın şey, sən indi anında bir enerjini itirə bilərsən, yığdığın enerjini. Və burada da, yəni ona görə biz buna ilahi sistem deyirik. İlahi sistemin necə işlədiyini biz biləriksə, o zaman nə olar? Çox da gözəl özümüzü idarə edərik. Əgər biz bir aləm, məsələn, hər bir insan, yəni o əgər deyiriksə, sistem onun içərisindədir və sistem ətrafdadır, o sistemlə sən uzlaşmalısan. Sən birincisi özünü tanımaq üçün, qarşındakı sevdiyin insanı və yaxud övladını tanımaq üçün, ətrafdakı insanlarla münasibətdə olmaq üçün öncə sistemlə o gözəl münasibətdə olmalısan. Sistemlə gözəl münasibətdə olmağı bacarırsansa, sən o zaman başqa insanlarla da, yəni dəxli yoxdur. O sənin yoldaşındır, sevgilindir, övladındır, fərqi yoxdur. Onlarla təmasda olmaq və oradan ziyan görməmək. Yəni adam var ki, insanlarla olan münasibətindən ziyan görür. Depressiya düşür, nə bilim özünə qapanır. Burada əlbəttə ki, biz sistemin özünün belə deyək də qanunları var, özünün bəşər qanunları var. Ondan da, yəni qoyaq bir qırağa, ondan da danışarıq. Amma bugün sistem necə işləyir, ondan istədiniz ki, mən bu barədə danışım. Sistem bizdən nə tələb edir? Ümumiyyətlə, mən hər numeroloji analiz edəndə mümkün dərəcədə sistemdən danışıram. Çalışıram ki, o insana başa salım ki, yəni biz təsadüfən burada deyilik. Heç də belə bir məcburən biz bu dünyaya gətirilməmişik. Öz arzumuzla, öz belə deyək də xahişimizlə, bəlkə növbədə duraraq, növbəmizi gözləyərək bir ruh olaraq yerə gəlmişik. Düzdür, bu yer üzünə gələn hər bir ruh özəldir. Çünki bilir ki, o sınağa gəlir. Bilir ki, burada, yəni kimsə soruşar ki, deyər ki, elə ancaq sınaqdan mı ibarətdir? Xeyr. Gözəl, burada cənnət də var, cəhənnəm də var, burada ortada, arada qalmaq da var. Yəni, o yüzdən indi çox şükürlər olsun ki, sistemin nə olduğunu, necə olduğunu artıq ortalıqda heç olmasa ağızdan ağıza, ya belə bir ətrafdan insanlar ya öz həyatında yaşayır, ya da eşidir, daha ağıllılar arayır, axtarır ki, sistem necə işləyir. Deməli, birinci növbədə sistemin necə işlədiyindən nə deyərik? Sistem, əgər sən Allahla sıx təmasdasansa, sorduğun bütün, ona evrən deyirlər, amma mən Allah deyirəm və Allahın sistemi deyirəm. Yəni, evrəni də Allah yaradıb da, belə desək. Yəni, bu ilahi sistemə biz hansı sualı verəriksə, ona cavab verir. Yetər ki, o sualı verməyə bacarasan. O çoxsu soruşacaq, o sualı necə verim? Heç nə, üzünüzü tutun qibləyə, üzünüzü tutun Allaha, elə bir dostunuzla söhbət eləyirsiniz. Öncə onu məhd eləyin, bir şükürlər eləyin, bir bismillahla başlayın. Ondan sonra istədiyiniz sualı verin. Məsələn, bir iş görməlisiniz, hansısa bir işi. Qalmısınız iki yol ayrıcında. Mən nə edim, nə edeyim, bu işi görümmü, görməyimmi, yoxsa bunu mu edim, yoxsa bu birisini mi? Onu sadəcə siz Allahdan soruşa bilərsiniz, sual verə bilərsiniz. Allahım, gün ərzində nə olar, bunu mənə bildir. Yəni, mənə bir mesaj ver. Oradan o mesajı siz ala bilərsiniz. Yəni, bu sistemin ən birinci qanunlarının da biri budur ki, sorduğun suallara cavab verir. Yəni, o ya dolayısıyla, ya telefondan, ya Instagramdan, ya televiziyadan, ya qonşudan, ya deyir vəlvələdən Hansı oxuduğun bir kitabdan da götürə bilərsən o sualı. İndi kitab oxuyan azdır, ona görə belə. Bu, inanın ki, cavab var. Yəni, yetər ki, siz diqqətinizi ora verəsiniz ki, mən sual vermişəm, mənə cavab gələcək. Anında ola bilər o sizin sualınıza cavab. Sonra sistem necə işləyir? Sən əgər bir adamı yargıladınsa,
qınadınsa, onu mühakimə etdinsə ki, bu bunu etdi, doğru düzgün etmədi. Yəni o biraz da asılıdır sənin onu necə qınamısan. O anda hər şeyi unutmusanmı, hər şeyi yəni özünü görmədən qınayırsansa, bu o qınadığını özü də yaşayacaq. Mütləq. Sistem bunu hərrir, fırrir, bizə rast gətirir. Tam onu düşünürdüm Bəli. mən də ki, insanların sıxıntısının böyük səbəbi başqalarını qınamaq, ittiham eləməkdir. Xüsusən də bilmədən, mahiyyəti bilmədən, adamı tanımadan. Bəli. Bəzən az qala yalvarıram canlı yayımlardakı küyə getməyin də, bir şey bilmədən belə sual verməyin. Çox doğru dediniz. Davam edin. Bəli, ikincisi bax odur. Deməli, olmaz. Ümumiyyətlə numerologiyada da rəqəmlər var ki, mən onlara dönə-dönə tapşırıram. Məsələn, 5 rəqəmlərini ən birinci növbədə, yəni o 9 rəqəmi içərisində 5-ə olmaz. Nə şikayət eləmək, nə qınamaq, müzakirə, ondan sonra mühakimə, tənqid qətiyyən olmaz. Yəni o 5 onu ağzından çıxır, qoynuna düşür, bax ona deyirlər, odur. Başqasına bir günə, 2 günə, 3 günə, bəlkə bir aya olursa, 5 anında onu yaşaya bilər. Sonra indi yeri gəldikcə, o şeyləri dedikcə rəqəmlərlə əlaqələndirəcəm. Bundan sonra deməli sistem sizin hər bir inandığınız bir şeyi dəstəkləyir. Yəni sizin inancınız nədir? Nəyə inanırsınız? Onu da sizin qarşınıza çıxardır. Yəni belə deyək də, o təkcə burada inancdan getmir. Məsələn, sən özünə inanırsan ki, məsələn, mən bu işi edəcəm. Özümə güvənirəm də, yəni mən bunu edəcəm. İnanıram ki, mən bu işi edə biləcəm. O zaman səni sistem dəstəkləyir. Yəni sənin qarşına bloklar qoymur. Sən əgər o yolu doğru düzgün gedirsənsə, haqq edirsənsə onu, yəni inanın ki, oradan sənin yolun açılır. O deməkdir ki, yolun açılmağı. O ilahi sistem deyir ki, sən düz gedirsən, mən də səni dəstəkləyirəm. Və mən bunu öz həyatımda da görmüşəm. Amma sizin qarşınızda bir baryer, bir maneə qoyurlarsa, onu da bilin ki, bir dəfə, 2 dəfə artıq bilin ki, bunu sistem edir. Yəni, ola bilsin ki, yolu düz gəlməmisiniz, haradasa yolun bir başında sizin yolunuzu kəsirlər ki, buradan dala qayıt, bu yolun sənin xeyri yoxdur. Yəni, ona da fikir versinlər. Yəni, belə bir şey var da, əvvəllər bizi ədəbiyyatlarda, yəni biz gənc olan vaxtda öyrədirdilər ki, mübariz olmaq lazımdır. Hər bir şeyə rağmen sən öz istədiyinin arxasınca getməlisən. Yəni, özünü öldür, düş, qalx, neynə, öz bildiyini et. Amma o qədər düzgün olmayan bir şeydir ki, sən bir şeyi bir dəfə, ikinci dəfə artıq sənin qarşına, yəni o axışda qalmaq məsələsi var. Yəni çayın axarı ilə getmək, bu daha asandır, yəni sistem bunu dəstəkləyir. Deyir, suyun axarı, yəni çayın axarı ilə get. Əgər sənə orada da o axarla gedəndə maneə qoyurlarsa, dayan. Yəni sistemin qanunlarına... Sovet dövründə dayanmaq yox idi. Yox idi. Amma dayananda bir şey 3 dəfə mane olunursa tutaq ki, bilirsən ki, bu iş sistem ali sənə necə kömək eləsin. Bəzən deyirəm, yəni hətta 3 dəfə olur. Bax, girişdə ona görə deyim ki, hər şeyi, o sistemdə hər şey var. Baxın, ən çox o sistemi məncə o yaşlı adam artıq o həyatı keçənlər bilir, sistemi görür. Müdrik deyirlər, ağsaqqalla bir məsləhətləşək. Baxır, gör ki, bu da həmən sistemdədir, amma bu artıq bunun getdiyi yanlışa doğru gedir. Doğru göstərir. Amma sizin fəaliyyətiniz, numerologiya ilə Kamala xanım olaraq siz öncədən artıq sistemə girişdə nə etmək lazım olduğunu deyirsiniz. Bu artıq öncədən dəstəkdir. Çünki hər şey o qədər bir-birinə əlaqəlidir ki, sistem, təslimiyyət, ondan sonra təvəkkül, gördüyün işdə gedir. O numerologiyanı mən ona görə rəqəmləri həmişə mən bu yöndən bağlayıram. Məsələn, adam var ki, rəqəmlərin sadəcə informasiyasını verir və yaxud kimsə onu astrologiya ilə bağlayır, planetlərlə, düzdür, planetlərlə də əlaqəsini mən deyirəm. Çünki numerologiyada bizim ayrıca özünün planetləri var, hər rəqəmin. Bunu siz də bilirsiniz. Amma yəni o sistem onsuz da hamı üçün işləyir. O sistem istəyirsən sən negativdə də olsan, pozitivdə də hansı rəqəm olursa olsun, sistem hamı üçün eyni işləyir və siz bir sual verdiniz ki, sistemi öz insan dəyişə bilərmi? İdarə eləmək. İdarə edə bilərmi? Hələ indiyə qədər sistemlə baş edə bilən bir adam yoxdur ki, biz kimik ki? Yəni ilahi sistemə qarşı çıxar, əlbəttə ki, oradan da bir çox dərslər alar, başı daşdan daşa dəyər, illaha etməyəcəm deyər, amma sonra yenə də hərrənər, fırlanar.
ya çox böyük peşmançılıqla oturur ki, illərim getdi. Ya da ki, yəni oradan bir nəsə bir nəticəyə gələ bilər. Ona görə ilahi sistemə biz uymalıyıq. Ona görə də bu qanunlar var ki, yəni belə deyək də, bu sistemi ona görə öyrənirik ki, biz ona adicə 3-4 qanununa onun uyan adam görür ki, qabağa gedir. Necə yəni? Nə qədər təkəbbürlü olmalıdır ki, insan desin ki, yox, mən bunu etmirəm. Amma var belə insanlar. Mən içində dediyinə belə anladım ki, Allahın mərhəmətinə baxın ki, nə olsa da insanı Allah Taala sistemindən çıxartmır. Sıfırda da olsan, birdə də olsan, sistemdəsən, Çox- 100-də də olsan. Bax, deməli sən daima o deyir tövbə qapısı açıqdır, daima o şanslar qapısı açıqdır. Bir Çin filminə baxırdım, keçmişə gedir, amma sistemi bilir. Orada sadəcə ekran kimi yazılır. Qıtlıq olan bir kəndə düşür və sistem açılır. Mən nə etsəm bu kənddə bu qıtlığı aradan çıxarda bilərəm, quraqlıqda. Amma gedir meşədə buna sistem göstərir. Bir ağac var, onun kökü elə bir qiymətdədir, onun 1 kilosu ilə bir ay kəndi onu satsan, onun pulu ilə dolandırmaq olar. Yəni hətta orada quraqlıq da olsa, məsələn nə edə bilərsən ki, balıqlar artsın suda. Bunlar o sistem buna deyir, amma layiq olan başqaları girə bilmir ora. Sən gərək ora özün də hazır olasan. Yəni Allah Taala sistemdən adamı çıxartmır. Deməli, hər zaman o yollar var. Əsas məsələ də odur ki, bəli, mən keçən verilişdə biz 7 illik döngülərdən danışanda nə dedik? Yenidən məsələn torpaq, sonra su, ondan sonra atəş, ən axırda hava ünsürünə gedir çatır, sonra yenidən torpağa dönür. Sistem onu çıxartsaydı, çıxardardı da. Elə oradan deyərdi ki, artıq sən yaramırsan, çıx. Yenidən biz döngülər, döngü nə deməkdir? Allahın lütfüdür bizim üçün əslində. O stresi çox adam deyir ki, mən stres keçirdim. Stresi sən doğru düzgün keçirdə bilirsənsə, o stres sən bilsən nə qədər xeyirdir. Nə qədər sənin, yəni belə deyək, immunitetdir də. İmmunitet qızdırma kimi. Hə. Qrip kimi. Bax, məsələn, qrip bütün dünyaya niyə görə verilir? Qrip onu çox adam bilmir. Qrip sənin immunitetini möhkəmləndirmək üçündür. Amma immunitet o vaxt yaranır ki, sən, bax, biz çox vaxt fikir vermirik. Hələ də işə gedirik, burnumuz axa-axa nəsə işlər görür, ən çox da qadınlar. Oradan ora, buradan bura. Əgər sən o 2 günü, heç olmasa 3 günü, bilirsiniz, bax, qrip o zaman verilir ki, sən çox işləyirsən, çox narahatsan. İstirahət üçün bir əsas. Bəli. Oradan sənə bir istirahət üçün elə bir lütf gəlir də. Deyir ki, sənə 2-3 gün özün üçün keyf elə də. Sən əgər uzanıb, istirahət edib, yəni onu keçməyi bacarırsansa, o qrip də səndən tez gedir, həm də immunitet yarandı, ucu xəstələnmədin. Amma onu biz ayaq üstə keçirdəndə hər həftənin başı qrip. Ay, məndən qrip əl çəkir. Amma üzr istəyirəm Kamal xanım, bir dostumuz var. Ona da mən dedim bir 10 gün istirahət elə, işi bitmişdi, qurtarmışdı, təcrübə tapa bilmirdi. Dedim istirahət elə özü gələcək. Yox, ora qaçır, bura qaçır. Dedim istirahət elə. Axır üzr istəyirəm hamamda beli yandı. Vəssalam. Düz dediyimiz vaxta qədər evdə yatdı. Yəni sistem hətta ona da kömək eləyir. Yıxılır, ayağı sınır. Başı qarışır, hətta evdə bir xəstələnir, evdə nəsə bir şey partlayır, onu düzəltməyə. Amma o anlamır. İstəsən sən, o olmadan da siz dediyiniz istirahət edə bilərsiniz. Yəni Allah da bundan artıq kömək eləməz. Amma bəzən onu pisə yozurlar. Bəzən deyirlər, çünki filankəs arsızdır. Məsələn, yıxıldı, yatdı, belə elədi, ya nə elədi. İnanın ki, psixosomatikada o utancaq uşaqlar, utancaq qadın, utancaq kişilər var ha. Onlara məsləhət görülür ki, məsələn, mədəsində xəstəliklə məsləhət görülür ki, sağalmaq üçün biraz arsız ol. Arsız ol biraz. Yəni bunu uzmanlar edir ki, yəni utanmaq nə deməkdir ki, ay bundan çəkinmək, ondan elə ki arsız olur, artıq onun işi, gücü düzəlir və irəli getməyə başlayır. Arsız da vecsiz deyək. Vecsiz, laqeyd. O indi biz arsız deyirik də. El arasında elə deyirlər. El arasında elə görmüşük, elə deyirik. Bütün bu şeylər, yəni sistemin bizə olan lütfüdür. Bəli. Yəni elə bir ki, ana uşağını qoruyan kimi sistem də bizi qoruyur. İnanın ki, hər bir stres, hər bir o müvəffəqiyyətsizlik, hər bir getdiyimiz o tıxandığımız o yollar var ki, oradan keçə bilmirik. Bunların hamısı sistemin bizi qorumasıdır. Mən həmişə xanımlara deyirəm ki, biz nəzarət altındayıq, sistem hər kəsi gözətləyir. Yəni biz uşaqları balaca vaxtda deyirlər ki, məsələn, aldatmaq deyəndə Allah görür. Allah görür. İndi o zaman biz uşaq olanda düşünürdük, Allah hamıya eyni vaxtda necə baxır? Yəni mən düşünmüşəm, o qədər düşünmüşəm ki. Hamı düşünür. Amma məsəl üçün indi biləndə ki,
necə bu kompüter sistemləri çıxdı, bir orada sistem qurub qoyublar, hər şey əlinin altındadır Excel-də. Yəni Allahın belə bir möhtəşəm bir sistemi olmazmı? Yəni o sistemlə də hər kəsi gözətləyir də. Bəli. Yəni belə deyək. Sonra sistemlə şey dedim. Deməli, öz məsəl üçün sistem nəyə kömək eləyir bizə? Xəyallar qur, lap öz övladlarınızı mən həmişə xanımlara deyirəm. Balaca vaxtından xəyallar qurmağı öyrədin, öz həyatını kodlamağı öyrədin. Yəni xəyallar təkcə qurub dayanmaq yox, ondan ötürü addım atmağı. Əgər addım atarsansa, nə edir? Sistem səni dəstəkləyir. Addım ümumiyyətlə hər zaman dəstəklənir. Ya sən oradan nəsə bir dərs çıxardırsan, ya da ki qabağa getmək üçün bir şans yaranır. Yəni Belə bunu başlığa da çıxartmaq olar. Çox maraqlı məqamdır bu. bəli. Kömək eləyir. Bu sistemi inanın ki, oturub bir düşünən olsa, günlərlə o sistemin yəni nə qədər mükəmməl, muazzam bir belə bir şey olduğunu insan anlayır və anladıqca da doğrudan da riqqətə gəlirsən ki, bu Allahın lütfüdür. Bu sistem Allahın Kamal xan, bir lütfüdür. dostumuz var. Ta ki rayona getməsi, yolda ya maşını xarab olur, ya nəsə bir şey olur, gedə bilmir. Mən valeh oldum ona ki, məndən bir 3-4 yaşda böyükdür. Demir, lənətə gəlmiş maşın belə oldu, məndən usta yaxşı var. Deyir ki, görən nə eləmişdim deyir. Bax, nəyə görə mən rayona getmədim. İnansız 4-5 variant tapır. Qayıtdım, gəldim evə Bakıya. Filan kəslə görüşdüm, bir iş müqaviləsi. O da ola bilər. Kənddə tutaq, kəndə gedim, orada bir zəhləm gedən adam hardansa gəlib çıxmışdı oraya. Bəlkə də ondan dalaşardım. Bəlkə maşının harasa yeyilmişdi, ustaya göstərəndə göstər. Bəlkə də bir qəza ola bilərdi. Qəşəng tapır, onda adam həm də rahatlanır. Bəli, mən yoxsa bu niyə belə oldu? Mənim xoşum gəlmir, niyə belə oldu? Bəs mən nə edəcəm? Bu sualları verənlər, izləyicilər inciməsin. Mən düşünürəm ki, acizlikdir o. Mən nə edəcəm indi? Sən sadəcə fikirləşsən, o sistem siz demiş payı padnosda birbaşa qabağına O qədər qoyacaq. görmüşəm ki, elə adamı başa salırsan, heç cürə başa düşmək istəmir. Bəs deyir, hanı haqq ədalət? Mən filan şeyi yaxşı elədim, amma qabağıma belə bir şey çıxdı. Deyirəm, təsadüfi heç nə yoxdur. Heç bir şey yoxdur təsadüfi. Bəlkə biraz da incidib daha yaxşı mükafat verəcək sistem. Onlar qəbul eləmirlər də ki, mənə belə incidilməklə verilən mükafat deyil, lazım deyil. Elə başa düşdüm, sistem çox dərin mövzudur. Amma ilkin olaraq məncə tamaşaçılara məncə məlumat verir. Əziz izləyicilər, Kamala xanıma da özəl sualınız, sözünüz olarsa WhatsApp nömrəsi ekranda gedir. Ora səs vasitəsilə fikirlərinizi yaza bilərsiniz, göndərə bilərsiniz. Nömrəsi də var, yəni nə istəsəz istəyinizi yerinə yetirər. Çox zənglər olur. Bir də çox zənglər deyim şey, keçən dəfə numerologiyanın proqnozundan danışmışdıq ki, numerologiyada bəzi insanlar proqnozdan danışır. Bəziləri deyir ki, keçmişi nə gözəl deyir insanın, gələcəyi də deyirmi? Ötən dəfə biraz toxunduq, amma istəyərdim ki, bir ziyalımız da yazılmışdı, elə rəydə yazmışdı ki, yəni proqnoz hansı yerə qədər proqnoz verə bilir numerologiya? Ondan çox adam var. Çünki xırda şeylərdir. Mən məhəllədə hansı meyvədən əkim, bu numerologiya aidiyyatı yoxdur. Özüm vaxtda torpağa bax, qonum qonşuya bax elə. Hər xırda şeyi elə bilirlər, elə deməliyik. Hətta bilsək də onu deməyə ehtiyac yoxdur. Bəzi şeylər insan özü elə bilir. Amma yəni hara qədər proqnoz verə bilir, hansı sferanı əhatə edə bilən proqnozlar verə bilir? Numerologiya ümumiyyətlə belə deyək də, keçmişdən də xəbər verir. Gələcəkdən mən deyərdim ki, burada birinci növbədə mən onu başa salıram ki, mən sizin, məsələn, mən bu işə girəcəm ya girməyəcəm. Burada mən sizə olan bir, belə deyək də, orada potensialı göstərirəm. Sən, yenə deyirəm, yolu göstərirəm. Bu yolla getsən, girəcəksən, tutaq ki, yəni, bir ildən sonra filan işdə olacaqsan. O işi, çünki görünür orada ki, bəli, bu enerjide olacaq bu adam. Və yaxud da ki, getməsən o yolla, başqa bir yol, başqa bir negativ yoldasan, yox, heç nə etməsən, o yerə gedib çıxmayacaqsan. Belə öngörülər eləyirik. Amma orada yenə də seçim, yenə də seçim, insanın seçimi. Amma məsəl üçün, dünən elə mənim özümdən birisi soruşdu ki, bir xanım, Kəmalə xanım, siz ancaq keçmişi mənə deyəcəksiniz.
Dedim, o nə sualdır? Yəni o nə deməkdir? Və mən sizin keçmişiniz nəyinizə lazımdır ki, mən sizi analiz edirəm ki, mən sizin keçmişinizi mi deyim? Keçmişi zaten siz özünüz bilirsiniz. Əslində numerologiya müraciət edən adam bugünkü gündə mənim hansı potensialım var, mən kiməm, nəyəm, nəçiyəm, mən necə gedim ki, bugünkü gündə mən müvəffəqiyyət qazanım. Biz onu numerologiya ondan ötürüdür. Yəni belə deyək də, bugünkü problemli gününlə sabahki o gözəl, möhtəşəm günün arasında numerologiya körpüdür. Bunu insan başa düşəndə, yəni anlayanda onda deyir ki, hə, və bir də analiz vaxtı bilirlər. Analiz vaxtı görürlər ki, bəli, bu nə qədər möhtəşəm bir analizdir. İndi orada hər şey var. Sizin məsəl üçün keçmişdən yenə deyirəm, keçən verilişimizdə mən bunu qeyd etdim. Sınaq və zirvə illəri hesablanır. Onların keçmişdə yaşadıklarımız da var, gələcəkdə yaşayacaqlarımız da var. Hətta bu ilki ildə də məsələn ola bilir. Və o insan nə qədər o sınağa yönəlikdir və nə qədər o hədiyyəni almağa, zirvə illərinə yönəlikdir, onlar hamısını mən artıq analiz edəndə bilirəm. Və oradan bizim o illərin enerjisini, əgər mən ömrünün axırına qədər çıxardıb onu verirəmsə əlinə, o onun üçün elə o həyat yoludur. Bəli. Onun yoludur o. Sən bu yolla get. Məsələn 9 enerjisində nə et? 1 enerjisində dönə-dönə tapşırıram. Ən çox deməli o vurğuladığım enerjilər 1-dir. Çünki nəsə başlamalıdır. 5-dir çünki həyatında çox böyük dəyişikliklər olur. 6-dır evlənmək ola bilər. 8-dir yatırım eləməlidir. Demək olar ki, bu şeylərə daha çox yəni diqqət eləyirik. Yəni burada keçmişdirmi, yoxsa gələcəkdirmi? Demək olar ki, numerologiya bu 3 zamanın üçündə əhatə eləyir. Mən bilirəm, sadəcə izləyicilərə görə deyirəm. Əsas məsələ də bugünkü gün. Bizə nə lazımdır? Niyə uzmanlar deyir, anı yaşa, axışda qal, təslim ol, təvəkkül elə. Zaten biz sabaha təvəkkül elə. Amma bizim, baxın, bax bugünkü gündə biz hansısa bir nöqtədəyiksə, tutaq neqativ bir nöqtədəyik və yaxud pozitiv bir nöqtədəyik, ondan bir heç olmasa 7 il qabağa bax. Gör ondan ötürü nə etmisən sən? 7 illik döngülərdən danışırdıq. 7 ildən qabağa bax. Sən və yaxud da 5 ildən, 6 ildən sən bugünkü gündə bu vəziyyətdə olman üçün hansısa bir addımları mütləq atmısan, mütləq. Bizim yəni çox vaxt deyirlər keçmişi unudun. Yaxşı, unut biz şeyləri. Amma keçmişi olmayanın, keçmişini xatırlamayanın bugünkü gündə heç nəyi olmaz. Təməlsiz ev Keçmiş kimidir belə də, deyil, bəli. kökdür, kök. Sənin qoyduğun kökdür, əkdiyin bir toxumdur, əkdiyin bir ağacdır. Bugünkü gündə sənin o ağacın nə vəziyyətdə odur və onun da gələcəyi, yəni bizim gələcəyimiz bizim keçmişimizdən asılıdır. Amma ayılan adam, oyanmış insan bugünkü gündə əgər çıxılmaz vəziyyətdədirsə, numerologiyaya müraciət edir və çox asan şəkildə, çox ani bir surətdə o başa düşür bilinçaltısı. Mən onları heç bir belə deyək də travmaya salmadan, travmasını açmadan, eləmə ay səndə bu olmuşdu, filan olmuşdu. O gözümün qabağında onun bilinçaltısını, əgər bir insan öz bilinçaltısını bildisə, inanın ki, onun yolları açılır. Bilinçaltı da əsas məsələ. Xəbərdar olur. Hər şeydən xəbərdar. Hətta bax, numerologiyada belə bir şey var. Mənim müəllimim həmişə deyirdi ki, bilinçaltını bilməyən insan hətta spesifik dua belə edə bilməz. Etsə də olmaz. Spesifik nədir? Allahım, oğluma iş yetir. Allahım, qızıma xeyirli bir qapı aç. Yəni, bu şeyləri sən əgər bilinçaltını bilmirsənsə, o duaları etməyin xeyri yoxdur. Çox adam deyir, mən dua edirəm, niyə olmur bəs? Bax, buna görədir. Sistemi bilmir də. Kimsə öz bilinçaltını, heç olmasa ruhundanmı, hardanmı bilir biraz. Ya kimsə analiz elətdirir, bilir. Ya kimsə gedir, oturur psixologda məsəl üçün travmalarını tərpədə 5-6 seansa bir bilinçaltı çıxarırlar. Amma numerologiyanın öndə olmağı ondandır ki, mən onu hesablama ilə çıxardıram ortalığa. Orada heç kimi incitmirəm, o insan heç ruhu da incimir. Bax, indi deyirsiniz keçmiş gələcək. Bəzi insanlar var, özü ciddi kəsimli Kəmala xanım. Mən də çox narahat eləyir. Ancaq özüm də müraciət edirəm ki, keçmişdə ilişib qalmayın. Keçmişdə özdə bir var, keçmişin o gözəl nostaljisinə tutaq ki, Oscar alıb daima onu fikirləşə, ilk filmə çəkildiyin yada salıb belə o enerji ala keçmişdən. Amma adamlar var, keçmişin negativində eşələnir, belə deyək. Gələcək ümumiyyətlə baxmır.
Bu günə də lənət yağdırır keçmişdəki səhvlərə görə. Bax, belə adamlar kifayət qədər çoxdur və bu doğrudan da ciddi kəsimdir. Xüsusən də bu qadınlar arasında görmüşəm. Mən müşahidə elədiyim qədər. Yəni kaş bunu belə eləyərdim, kaş bunu belə eləyərdim. Həmişə deyirəm, zaman maşını yoxdur, geri gedib onu düzəltmək imkanımız yoxdur. Bu gün nə mümkün deyil, gələcəyə doğru sağlam gedək, səhvsiz gedək. Amma o qalanda sizə müraciət edirlər elələr. Yəni oradan qurtulmaq olurmu? Belə deyək də, analiz edirik. Məsəl üçün analizdən hər şeyi başa salıram. Gedir xanım, deyir ki, hə, başa düşdüm. Ay çox qabağa gedir, çox yüngülləyir. 5-10 gündən sonra yenə geri qayıdır. Yəni mən demişəm ki, geri qayıdış edib sual verə bilərsiniz də. Məsəl üçün deyir ki, bu deyilənləri edirəm, hər şeyim yaxşı, amma mən keçmişə çox taxılıyam. Qalıram belə. Gəlir o keçmiş, yəni fırlana həmən şeylər yadıma düşür və yaxud da ki, zehnim susmur. Zehnim bir dəqiqə dayanmır. Əsas məsələ də bu, yəni belə deyək də, o keçmişi unuda bilməyən və yaxud da keçmişi onun yadına salan zehindir. Çünki zehnin bilirsiniz Səvoy müəllim işi nədir? İşləmək. İşləsin, nə isə yada salsın. İşləsin. Bunun görəvi budur da. Bunun bu, yəni bunun da boynuna bir dənə iş qoyublar. İndi məsələn ürək başqa bir şeyə baxır. Ondan sonra əlimiz, qolumuz başqa bir şeyləri Hərənin öz funksiyası var. Hərənin öz funksiyası var. Beynin də funksiyası sənin üçün işləməkdir. Əgər beyin bugünkü gündə bir xeyirli işlə, lap elə xeyirsiz işlə, nə ilənsə məşğul deyilsə, xeyirli iş deyəndə ki, yəni məsələn sən bu gün səhər gedib işə, axşam gəlirsən, bütün zehnini, fikrini işə verirsən, orada işləyirsənsə, sənin zehninin, keçmişin sənin zehninə düşüb səni fırlatmağı mümkün deyil. Düzdürmü? O mümkün deyil. Amma belə deyək də, çox vaxt olur ki, işi də olur, ya işi gün ortaya qədərdir, ya və yaxud da ki, axşam olur, artıq bu adam, yəni illaha o fikirləşir, zehin işləyir. Ən çox da bunu rəqəmlərlə biz görürük, 7 rəqəmlərində, 7-si aktiv olanda, 7-dən karma olanda, yəni 5-lərdə də olur, 4 keçmişə takılı qalan, deva, qız bürcünə denk gələn rəqəm. Həmişə mən onu elə bir 4 rəqəmini qız bürcü ilə əlaqələndirirəm. Daha çətin dəyişən, daha fanatik fikirli, yəni bir fikrin üstündə durar, o fikrini dəyişməz hələm-hələm. Belə, onların da beyni yəni çox işləyər. Daha doğrusu deyirlər, keçmişdə qalarlar və kəşkilər olar. Bir insan ki, keçmişdə qalarsa, onun kəşkisi də çox olacaqdır. Kəşki bu olsaydı, bu olmasaydı. O da zərərlidir. Oradan nə, bəli, işləmək deyəndə ki, onlara məsləhətimiz ola bilər. Həm bilinçaltı ilə işləmək üçün, bilinçaltı ilə zaten o olumlamalar, təkidlər yazırıq, bu heç. Bunu, yəni, onlar təkrar köməyi ilə bilinçaltını yerinə otuzdurmaq olur. Bundan başqa, məsələn, indi necə ki deyirik, vaxt qısalıb, hər şey anında baş verir. İnanın ki, o texnikalarda anında baş verən, anında təsir edən texnikalar var. Əlbəttə ki, mən birinci yerdə bizim müqəddəs kitabımızı, dualarımızı, surələrimizi, ayələrimizi götürürəm. Onunla bərabər həm də texnikalar. Yəni, bunlar yeni biliklərdir, belə deyək də, son o texnikalardan. Müqəddəs kitabımızdan məsəl üçün, keçmişə taxılı qalan və yaxud da gələcəyə taxılı qalan insanlar var. Gələcəkdə nə olacaq deyib, qorxu, atak, ayaman, görəsən nə oldu, nə olacaq. Deməli, keçmişə taxılı qalan insanlar uzun surələri oxumaq, Qurandan. Uzun surələr hansılardır? Məsələn, Bakara surəsi ola bilər. Ondan sonra Ali İmran var. Var da uzun İmran, surələr. uzun surələr. Onları oxuyub, yəni bir dəfə yox, heç olmasa 40 gün oxusun. Yəni mütləqdir ki, onun təsiri olacaq, mütləq. Gələcəyə taxılı insanlar isə kiçik, balaca surələri oxumaqla demək olar ki, həm vəsvəsədən qurtararlar, həm də o keçmişə taxılılar qurtarar. Bu, bunun təsavvuf tərəfi, yəni dini tərəfi. Desə ki, mənə indi bu dəqiqə mən nə edim ki, mən deməli, belə bir şey var, metod var. 7, 14, 21 deməli metodu deyirlər ona. Məsəl üçün, beyninə bir fikir gəldi. Heç bir yaxşı bir fikir deyil də. Zehin oturur, fırlanır, danışır ki, bu oldu, nədən oldu, niyə oldu.
O zaman o fikir beyninə gələn kimi sən öz beyninlə danışmağı insan bacarmalıdır ümumiyyətlə. Bəli. De ki, buna 7 saniyə sonra mən bu barədə düşünəcəm. 7 saniyə, 14 saniyə, 21 saniyə. İnanın ki, baxın, biz əgər o fikir eyni beynimizə gəlirsə, anında biz onu düşünürüksə batdıq. Yəni o düşünə-düşünə qalacağıq. O anında, o dəqiqə biz özümüzə desək ki, 7 saniyə sonra bu barədə düşünəcəm. 7 saniyə keçəndən sonra duracaq. Durmadısa, yenidən 14 saniyə sonra bu barədə düşünəcəm. Onu da denəsinlər. Orada da kimisində durar, kimisində ola bilər ki, durmaz illaha. 21 saniyə sonra, 21 saniyə 21-ə sayana qədərdir də. Həmən o şey ki, fikirləşir də, o uzaqlaşıb çıxıb gedir. Yəni bu anında görülən və anında təsir edən texnikalardan biridir. Zehinlə belə deyim, cismin vəhdəti yaranır da. Bəli. Artıq o ona tabe olur. Çox belə asan üsul da var. O da elə adam var ki, mən denəmişəm bunu. Bu buna təsir eləyir. Elə adam var ki, ona təsir etmir. Bu belə də ola bilər. Bax, məsəl üçün tutaq ki, belə deyək də, o zehindən qurtulmaq istəyir. Onun birinci yolu bayaq dedim, hərəkətdir. Hərəkət fəal, hərəkətdə olmaq. Hərəkətdə olan insan, iş görən insan o zehnin tuzağına düşmür. İkincisi, nəsə bir şeylər sən yaratmaq, o idxal eləməkdə, ixrac var, idxal var da, onu nəsə bir şeyi yaratmaq, düzəltmək. Bax, o zaman da zehin ona həmən o sən etdiyin şeyə diqqətini tam ona verir. Üçüncüsü isə, deməli, gördün ki, təsir etmir bunlar, gəlir, gedir, səni boş qoymur. Dayanmalısan bir dəqiqə, 1 saniyə, 2 saniyə deməlisən. Yaşanmışdır, bitmişdir, sevgi ilə qəbul edirəm. Vəssalam. Təzə xanədən davam edirsən. Heç onu deyib bir neçə dəfə. Gördün, yaxşı təsir eləyir, arxasını bəli, dalında deyə bilərik ki, məsəl üçün, özün üçün bir dənə bir balaca bir kod qoy. Hər şeyə yenidən başlamağa izin verirəm özümə. Məsəl üçün, belə Allahın izni ilə sözünü ora qat, gör nə möhtəşəm bir şey olur. Görürsünüz, bəzən nəsə yazılar, səhv çıxır, kağızlar zaten. O da var. Əslində bunu yenə deyim, Allah bizə göstərir. Hamısını atır, təzə kağız qoyur, bir dərindən nəfəs alır, başlayır. Görsən alındı. Bəsdə. Bir də bir şey də var. O deyir, hansı kinodur? Bizim Cəbiş müəllim də deyir, hamısı bekarçılıqdan. Yoxsa hamısı acılıqdan deyir. O qulağına radionu tutur, belə deyir. Bax qızım, burada əlimizi tutaq, qulağımıza radio gələcək. Oğlu da oradan deyir, uşaqdır da deyir, hamısı acılıqdandır. Yəni işiniz, gücünüz yoxdur. Bekar adamlarda bu daha çoxdur. Bəli. İşi gücü yoxdur və qapanır. Giley, güzar, qeybət, şübhə, ara vurmaq, intriqa, bu negativ şeylərin hamısı ondan yaranır. Məsələn, adam var deyir, hər yerim ağrıyır, nə bilim, ora-bura, sabahsı gün neçə aylardır gözləyir, işə dəvət eləyirlər. O el arasında deyildiyi kimi 1 qram ağrısı olmur. Qalmır. Ayağında şiş olur, ağrı olur. Artıq o istədiyinə çatanda hamısı sorulub gedib. Bax, biz də əslində əziz izləyicilər, sizə çatdırdığımız odur. Tutaq ki, pulun yoxdur, negativsən, düşmüsən, qəfildən kimsə gəlib cibinə 1000 manat qoysa necə olarsan? Sən o 1000 manatı cibindəki kimi hiss eləsən, Kəmalə xanımın həmişə dediyi əsas o tezis odur. Onu o cür hiss elə, doğrudan da hiss eləyəndə o gələcək. Boşuna demir, xəyal qur. Xəyal da planın bir hissəsidir də. Mən gəlmişəm, məsələn, evdən çıxdım, bugün Kəmalə xanımla çəkiliş eləyəcəm. Bu sualı verəcəm, bunu verəcəm. Beyində artıq onu qururam. Uşaq vaxtından da xəyallar qura-qura sabah onu yavaş-yavaş materiallaşdırır. Səhv desəm, buyurub təkzib edə bilərsiniz. Bir dəfə bu barədə danışmışdıq ki, hər bir şey artıq yazılıb, düzülüb, qoşulub, minlərlə variantlar lef və mahuzda hazırdır. Bəli. O, hətta dünən bəraət gecəsi siz danışırdınız, yəni canlıda, ona da fikir verdim. Deməli, orada bir il ərzində bizim, yəni o bəraət gecəsində, yəni doğulanların, ölmüşlərin haqqı hesabı, yəni öləcək insanların və yaxud da ki, doğulanların illik hesabatı. Bir də bəli, oradan bizim nələri çəkə biləcəyimiz, həmən o lef və mauzdan, yəni Allahın dərgahına nəyi dartıb gətirəcək, nəyi özümüzə çəkəcək, nəyi edə biləcək, onlar hamısı, bunlar, yəni belə deyək də, yazılıb qoyulub deyəndə insanlar çaşmasın. Yazılıb qoyulub, amma biz oradan nəyi
çəkə biləcəyik, Hə, nəyi nə götürə qədər biləcəyik, götürə nə qədər götürə biləcəyik. biləcəyik. Ay Bəli, sağ olun, çox tamamilə. düzdür. Nə qədər götürə biləcəyik və inanın ki, yəni çox da götürə bilərsiniz, az da götürə bilərsiniz. Yəni o sizin yenə atdığınız addımdan, göstərdiyiniz nəyə görə deyir ki, yəni sizin qədərinizi çabanıza bağladım, yəni hərəkətinizə bağladım. Niyə görə? Yəni hərəkət elə, yəni Allahdan hərəkət, səndən bərəkət deyir. Allah ki, səndən hərəkət, məndən bərəkət. Hə, bütün bunlar hamısı boşuna deyilməyib ki. İşləyənə ruzi verirlər də, maaş verirlər. Sən otur sahədə işləmə, əlbəttə gəlməyəcək. Bu da həyat işləməyidir, çalışmalıdır. Bax, inanın ki, o işləmək məsələsi var. O işləmək barəsində də mən dəfələrlə gördüm ki, adam var ki, tanıyıram, il keçib hələ də bu iş axtarır, yəni işə girə bilməyibdir. İndi qadın xeylağıdır, kişi xeylağıdır. Ən çox da, məsəl üçün, deyir ki, yox, ürəyimcə. Deyirəm ki, sən ürəyincə işi tapa bilmək üçün get ürəyincə olmayan bir işdə işlə. Bax, oradan qoy sənin maaşın az olsun, qoy nəsə. Amma sən bilirsən ki, burada sən nəsə öyrənirsən. Bəlkə orada öyrəndiyin, bəlkə orada gördüyün, sabah sənin o mükəmməl saydığın o iş olacaq, hansına ki, girəcəksən də, elə qalmayacaq ki. Orada sənə lazım olacaq. İnanın ki, yəni mən bunu öz həyatımda da görmüşəm, başqa adam var ki, elə bilir ki, bu dəqiqə o, yəni indi Evrənə deyəcəm ki, filan iş olsun mənim üçün, ya belə danışacağam. Gözləyir, Evrən buna göndərmir şeyi, belə hər şey mükəmməl olan bir iş. Deyirəm ki, bax, sən o səni qane eləməyən maaşa, səni qane eləməyən yolum uzaqdır. Ay nə bilim mən, yox maaşı azdır. Yox, orada mən insanlar var ki, onlarla üzləşmək istəmirəm. Sən onları qəbul edib. Əgər qəbul etməyib getmirsənsə, elə də sənin o necədir, belə deyək də, nəyisə qoyarsan bir qırağa, qoy qalsın. Yəni sistem səni elə hesab edir. Qoydu bir qırağa səni. Hə də bu bloku özləri qoydu insanlar. Sən çıxdın, o sistemin gözündən çıxdın sən artıq. Sistem səni qoydu bir qırağa. Necə ki biz bir iş görürük, orada yazıb nəyisə qoyuruq bir qırağa, bunu sonra lazım olar, baxarım. Hə, sistem də sənə elə, amma sən sistemə uyub. Aha, bir iş çıxdı, gedim görüm nədir. Eybi yoxdur. Hələ duasını da öyrədirəm. Deyirəm ki, qapıdan çıxanda deyin ki, Allahım, mən bu işə gedirəm. Mən burada hərəkət, yəni burada bacardığım qədər hərəkət edirəm. Nə olur Allahım, bərəkətimi sən ver. 6 ayın içərisində bir gözəl işə, ürəyimcə, ruhumca məni qane edən, maaşı da məni qane edən bir işə düzəlməyə niyyət edərək mən bu qapıdan çıxıram. Yəni sən get orada, heç o 6 aya qədər o olmasa, mənə nə deyirsən de. Eləmirlər onu 1 ay, 2 ay özünə əziyyət vermək istəmirlər. Özləri özlərinə blok qoyur. Mən bunu çox görmüşəm. Necə ki, bir qız varlı oğlan arzuluyur, bir doğrudan da varlı biri çıxır. Bu anlamır ki, lap qonşu vasitəsilə, qohum, bacı, qardaş vasitəsilə çıxsa da bunu Allahın izni ilə çıxır. Yox, baxır, deyir, varlı deyir, yaxşı, amma mən daha yaxşısını istəyirəm, daha varlısını istəyirəm. Belə-belə, o da ikinci dəfə hətta Allah mərhəmət edir, sistem mərhəmət edir, çıxardır. Bu daha yaxşısını gözləyəndə qəflətən siz demiş, sistem atır qırağa, görür nə var, nə getdikcə daha betər adamlar çıxır qarşısından və ailə həyat qurmağı gecikir. Yəni bu insan gərək o qarşısına çıxan ilk şansdan yararlanır. Bir də daha çox indi ora gətirdiniz, iş tapa bilmirəm deyirlər. Nə bilim mən tənhalaşmışam, məni heç kim başa düşmür. Həyatım, hər şey mənə acı kimi gəlir. Bax, belə düşünənlər də çoxdur, müraciət elə. Mən istəyərdim biraz siz də ona da biraz aydınlıq gətirək, görək. Onun numerologiya izah edeyim. Dəyərli dostlar, bir daha deyirəm, nömrəsi var Kəmalə xanımın. Ekranda gedir. İstənilən vaxt WhatsApp-a səs atıb suallarınızı verə bilərsiniz. Bir də Kəmalə xanımın həm də YouTube kanalı var, numerolog Kəmalə Mürsəlova. Sırf numerologiyaya aid verilişlər boldur orada. Həm bizim kanalda gedən, həm özünün çıxışları, həm digər kanallarda gedən. Orada baxıb müfəssəl məlumat ala bilərsiniz. Birinci verilişdən son verilişə qədər ardıcıl baxın, bir məktəb kimi olacaq. Canlı yayımlar da olacaq inşallah. Görəcəksiniz. Bax, belə düşünənlər də var. Yəni numerologiya buna kömək eləyə bilirmi? Əlbəttə kömək eləyir. Numerologiya ümumiyyətlə hər şeyə kömək eləyə bilir. Belə deyək də, ora tamamilə ümidsiz gəlib o numeroloji analizə.
Yəni oradan elə bir motivasiya ilə, elə bir ümidlə çıxırlar ki, o analizdən. Bilirsiniz nəyə görə? Məndə təkcə numeroloji deyil də, özünüz bilirsiniz ki, məndə orada psixologiya da var. Bilirəm. Psixoloji cəhətdən mən o insanı elə bir, yəni onun ruhunu qaldırım. Çünki ruhsal numeroloji analiz burada, yəni rəqəmsal psixologiya deyilən bir şey var. Hər bir rəqəmin onun psixologiyası. Onu o insana anladandan sonra, başa salandan sonra bu insan başa düşür ki, onun potensialını onsuz da biz görürük. O insan da anlayır ki, bəli, mən bunu etsəm bu yerlərə çataram. Yəni bilirsiniz nədir? Orada çox adam var ki, çox şübhə ilə yanaşır. Yəni analiz başlayanda şübhə ilə yanaşır ki, görəsən bu mənə nə deyəcək, o burada nə danışacaq, nə edəcək. Belə bir gələnlər də olur. Amma məsələn tövsiyə ilə gələnlər də var. Özü analiz elətdirib, oradan da tövsiyə ilə gələnlər. Amma o qədər sevindiricidir ki, məsələn dünən xanımlardan biri öz oğluna analiz elətdirib, o qədər razı qalıb ki, onu yəni tövsiyə edən adam bu gün mənə yenidən Kəmalə xanım, yəni o xanım mənə o qədər alqış elədi ki, o qədər sizə alqış edib, yəni salamımı söylədi ki, yəni çox mükəmməl, gözəl bir şey alınıb, analiz. Yəni sözüm, yəni analizdən danışmasan olmur. Yəni hər dəfə siz mənə həmişə deyirsiniz ki, siz niyə təəccüblənirsiniz? Doğrudan da, yəni mən hər dəfə də təəccüblənirəm. Təəccüblənmək demək olmaz buna. Yəni Allahın Təsdiqin lütfünə tapır adam da. şükür eləyirsən ki, şükür. Allahın bu Doğru, dərəcədə, yəni Allahın sistemi bu dərəcədə muazzam belə mükəmməl işləyir. Belə. Yəni o motivasiyanı qaldırmaq, Motivasiya onları oradan qopartmaq necə? Əlbəttə ki, o motivasiya qalxır, insan başa düşür ki, bu yol. Yəni bilirsiniz, o çıxılmaz vəziyyətdə qalan insan necədir? Ya bu yolu, əgər o numeroloji analizə gəlibsə, deməli o gözə alıb ki, işləməlidir də öz üstündə, düzdürmü? Bu artıq bir addımdır. Hə, ay sağ ol, mən bir addımdır. O ümumiyyətlə işləmək istəməyən adam heç o analizə də gəlməz. Yəni bəlkə də görmür bizi. Hə, gəlməz. Mən həmişə deyirəm, enerjisi, frekansı tutmayan adam, yəni o verilişə də baxa bilmir. O veriliş onun qarşısına çıxmaz. Çıxmaz qarşısına. Yəni bu bir qanun kimi bir şeydir. Yəni biz sistemin qanunlarından, ilahi sistemdən yarımçıq danışdıq da. Gələn verilişlərimizdə istəyirsiniz danışaq. Yox, sistemdir, bir də ailə, uşaq, valideyn. Bunlar bitməyəndir. Mən ona görə hər verilişdə, çünki hər verilişdən sonra yazırlar. Yeri gəlmişkən keçən söhbətdən sonra oldu. Mənim üçün maraqlıdır. Məsələn, nə cür valideynlər müraciət edirsə, uşağı ilə özünün mü problemi var, yoxsa uşağın fikrini dəyişmək? Belə bir şeylərdən danışmaq mümkün olan qədər. İnanın ki, ən çox məsələn nənədə, anada olur günah. Nənədə, anada uşağı 20 yaşına çatdırıblar. Uşaq olub bir dənə bilsiz, robotdan o tərəfə despot deyərdim. Despot. Yəni lazım gələndə nənəyə qışqırır, lazım gələndə anaya qışqırır. Bəli, ötəri baxdım ki, uşağın ana ilə 11-ci ayda doğulub uşaq. Yəni burada bəli, ananın mühakimə məsələsi ola bilər, amma bu mühakimədən o yana çıxmalı deyil. Sən içində mühakimə edə bilərsən ananı. Ana ilə bir olur, onun da karmasını götürür. Amma məsəl üçün o artıq bu uşaqda, uşağın tərbiyəsində o qədər boşluq verilib ki, o qədər boşluq qoyulub ki, bu adam, yəni o ailə üçün daha doğrusu çox rahat bir şeydir. Uşağın anaya bağırması, yəni və yaxud da ki, nənəyə deməsi ki, filan şey ver, onu elə, bunu elə, belə bir şey. Yəni buradan, məsələn, bu uşağı analiz etməklə elə adam var ki, 18 yaşı var, çox da gözəl öz analizinə qulaq asır, çox da gözəl nəticələr, yəni başa düşür və oradan nəticələr çıxardır. Ya da ki, artıq o elə bir haldadır ki, uşağa nədən deyirsən, görsən oradan cavab verir. Uşaq deyərəm də 18 yaş. Amma məsələn 20 yaşındakılar da var ki, baxırsan ki, mən buna analizi başa salmaqdansa, ondan yaxşısı bu da anası ilə işləyim. Anasını başa salım ki, ana dəyişir. Çünki bütün bu ananın əsəridir bu. Bu uşaq ananın, atanın əsəridir bugünkü gündə. İndi atanı çox da işin içinə qatmırıq. Ən çox ana. Çünki artıq orada ana ilə əlaqəsini görürsən onun. Və yaxud da ki, evdə olan ən çox, məsələn, uşağın tərbiyəsinə canını yandıran, amma əslində o tərbiyənin biraz pozulmasına səbəb olan nənə, baba, belə də ola bilir.
Amma burada belə başa düşmək olar ki, tutaq ki, bunlar əgər yola getmirsə, aralarında neqativlik varsa, deməli bunların dalğaları bir-birinə uyğun deyil. O radio dalğalar deyək, tezislər deyək, tezlik daha doğrusu. Yəni siz ananın o tezliyini dəyişirsiniz. Bu uşaq da şuuraltı anlamadan o dalğalar vurur. Bəzən görsən ki, həmişə mısmırıqlı, üzün çevirib baxan, biri görsən diqqətlə baxır. Deməli onun o dalğaları dəyişir ki, buna da dəyişir. Belə də qəbul eləmək Ya, olarmı? bilirsiniz necə olur? Hə, onlar eyni dalğaya onsuz da düşməyəcəklər. Məsələn, ana ilə balanın arasında uşaq 2-ci ayda doğulubsa, ayrı-ayrı dalğalarda ola bilərlər. Amma bu o demək deyil ki, onlar bir-birinin ana elə bir şeydir ki, ana heç bir dalğa qarşısında durası bir şey deyil. Yəni o ana başqa bir şeydir. Əgər ana doğrudan da anadırsa və ana bəzi şeyləri qəbul eləməzsə, ana despot olarsa, kontrolçu olarsa, onlar ani surətdə uşağa keçir. Ani surətdə. Əgər ana Bəli. deyirsə, ananın Allahdan xəbəri yoxdursa. Və ən vacibi budur. Ana əgər deyirsə, mən numerologiya zad bilmirəm nə olan şeydir. Mən ümumiyyətlə heç nəyə inanmıram. Əgər belə bir ananın, övladının belə bir despot olması, məsəl üçün deyirəm. Belə deyəndə ki, mən məsəl üçün danışıram Məsəl üçün, indi bu bəli. dəqiqədə. Hə, olması çox labüddür. Çox labüddür. Yəni orada heç bir təəccüblü bir şey yoxdur. Mən uşaq haqqında danışan kimi o dəqiqə bilirəm ki, yəni bu artıq bu ailədə vəziyyət necədir, ananın vəziyyəti nədir, nənənin vəziyyəti nədir? Yəni belə hallar da olur. O zaman onları eyni dalğaya qoymaq mümkün olmasa da, birinci növbədə ana ilə işləyərsən ki, ana bax necə deyir, ya vəlvələdən, ya zəlzələdən qızı necə babası keçən verilişdə danışdım. Yuxuda döyüb Qurani-Kərim onu verir. gətirdi o hala ki, o onu şeyləsin. Ananın da başı bir dəfə dəyəcək divara, 2 dəfə dəyəcək, 3-cü dəfə anlayacaq. Əgər mən deyəni eşitməsə ki, bax sən belə olmalısan, bax bu yolla getməlisən, sən təslimiyyətdə, təvəkküldə qalmalısan, övladına sən elə bir, bax övladın sənin də karmanı götürüb. Sənin nəyin var? Övladın deyir ki, yəni mən anam nəsə mən də oyam. Bax belə bir şey var. O zaman da elə bil ki, o bilinçaltı onun tərsinə işləyir. Orada o şeylər varsa, sən deməli birinci özünü düzəltməlisən ki, o qədər hər şeyi anlamalısan ki, birinci yavaş-yavaş, bəli, elə adamlar elə soruşarsınız ki, düzələ bilən yoxdurmu? Var. Çox var. Çox Düzəlməyən, gördüm. hə. Düzələn var. Amma düzəlməyən Düzələn bilirəm, düzəlməyən də olur da, yəni o mənada deyirəm. Yəni az olur, amma olur. Bunlar artıq normal insanlar sayılmır. O nə zaman Allahla öz təmasını gücləndirəcək, artıq orada bəli, o qəlb deyilən bir şey var ha. O qəlb ki titrəmədi, o qəlb ki tərpənmədi. Orada o yəni heç nə mümkün deyil. Robot kimi sən robotun da nə can ağrıyar ki, robotun nə qəlbi sızlayar. Robotda da robotlar bilmirsiniz, yəni bir-birini vurar da, öldürər də, ondan sonra hər şey olar. Yəni ona görə mümkün dərəcədə ana ilə, eyni zamanda da uşaq ilə, yəni mümkün dərəcədə hər bir o bütün o ortamdakı vəziyyəti ələ almağa çalışırıq. Amma səbr lazımdır bunun üçün. Çox inanın ki, Mən həmişə deyirəm, müşahidə elədiyim qədər və sizin işlədiyiniz, çalışdığınız insanlar dinləyəndə belə bir qənaətim var ki, deyirəm siz Kəmalə xanımı eşidin, Kəmalə xanımı dinləyən ən azı zərər görməyəcək, xeyir görəcək, ən azı hansı problemin olduğundan xəbərdar olacaq. Bircə dəfə dinləyən. Ona görə sizə çox minnətdaram. Təşəkkür edirəm. Çox doğrudan da ilahi qanuna uyğunluqla izah edirsiniz, gözəl izah edirsiniz, hər kəsin başa düşəcəyi tərzdə. Ona görə sizlə bir yerdə olmaq mənə də xoşdur, tamaşaçılara da xoşdur. Elə heç nə demirəm, rəyləri yazanlar var. Bizim izləyicilər də obyektiv və aqressivdir. Ora müsbət yazırlarsa deməli içlərindən gəlir, bayağı yazmırlar. Təzə yazanlar olurdu. Amma yavaş-yavaş anladıqca, birinci sinifə gələn uşaqlar da nadinci olur axı. Yavaş-yavaş mahiyyətə vardıqca görürsünüz, hamı gözəl sözlər yazır. O qədər sizə alqışlar eləyirlər. Deyir, mən həyatım dəyişib, gəlinimlə barışdım, nə bilim, oğlumla belə elədim. Doğrudan da gördüm günah məndədir. Bu dəqiqə Azərbaycanda çox
çətindir, mürəkkəbdir ki, kimsə öz desin günah məndə idi. Həmişə qarşı tərəf. Amma sizi dinləyəndən sonra deyir, bəli, gördüm səhv məndədir, günah məndədir, düzəltdim. Bu doğrudan da bir böyük bir şeydir sizin fəaliyyətiniz O qədər istiqamətində. geri dönüşlər olur, belə baxırsan ki, ziyalı xanımlardan, yəni həkimlər, müəllimlər, geri hətta alimlər var, xanım alimlər var, geri dönüş ki, o qədər yəni gözəl sözlər Məmnun deyirlər. Bəli, gözəl sözlər. Çünki layiqsiniz. Çox şükür. Sağ olun Kamala xanım. Belə dəyərli dostlar, daha bir maraqlı verilişimizi Son- başa vurduq. Bitdimi? Son sözü verəcəm. Hə, indi Kamala xanım da sağollaşsın. Artıq bir Elə saata onu yaxınlaşır. deyəcəkdim ki, bitdimi verilişimiz, Hə. sona yatdı, çatdımı? Çatdı. Bəli, yəqin ki, zaman-zaman numerologiyadan da, yəni danışmağımızı istəyirlər. İnşallah gələn verilişlərimizdə numerologiya sahəsində danışmadığımız şeylərə toxunarıq. Bəzən deyirlər anons ver. Bax, numerologiyada ana xəttlər var, yan xəttlər var. Nə deməkdir? O zaman danışmışıq, amma Çox vacib. xüsusi, çox vacib olan şeydir. Gələn dəfə onunla danışacağıq. Anons belə bir ənənə yaradaq ki, hər verilişin sonunda anons verə İnşallah. insanlar bilsin. Sistem, gec qoşulanlar xahiş edirəm başa yığsın. Sistemi də yarımçıq Sistem. dedik. Yox, yarımçıq demədik, müəyyən hissəsini dedik. Bir Yəni, hissəni. çünki heç nəyi bütöv demək mümkün deyil. Siz onu məndən də yaxşı bilirsiniz. Nə qədər danışsan da bitmir. Baxın, sonra yenə sualları daha çox verin ki, bax belə zəngin, maraqlı keçsin. Sağ olun, salamat qalın, elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun. İnşallah görüşənədək.